Və qərara gəldim ki, bugün bir yarışma eləyim. Deməli, yarışmanın 2 iştirakçısı var. Biri Skoda Fabia'dır, bir də Kafkat Çoban iti Baybek. Məqsədimiz nədir? Avtomobilin çəkisi 1071 kiloqramdır. 1 ton 71 kiloqramdır. İtin isə çəkisi haradasa 55 kiloqrama qədərdir. Görək bu it, bu avtomobili darta bilərmi, yoxsa yox? Siz fikir verirsiniz ki, oradan nə qədər vahiməli itdir. Mən güclə burada dayanmışam. Qorxuram itdən, sözün açığı. Və itin sahibi bu xanım iti birtəhər saxlayır, düzdür, ağıllı itdir. Hər bir verilən tapşırığa qulaq asır və öhdəsindən rahat gəlir. Deyirəm, başlayaq. Deməli, avtomobilin qoşqu yeri var. Qəza zamanı qoşur, sonra avtomobiliyə, evakuatora ya bir hansısa dartıcı vasitə ilə çəkmək üçündür. Bir dəmir də bağlamışıq və itin xüsusi kəmərdən qoşqusu var. İndi isə avtomobilin transmissiyasını parkingdən çıxardıb neytrala qoyuram. Avtomobil neytraldadır və əl əyləcini aşağı buraxıram. Başlayın. Dartdı, sürətləndi. Gördünüz ki, doğrudan Baybek Skoda Fabia'nı dartdı və mən yenə də qorxuram bu itə yaxınlaşmaq. İt doğrudan da bu vəziyyətdə çox istidir. İt bu işin öhdəsindən gəldi. Əladır. Yeni Skoda Fabia o qədər əla avtomobildir ki, öz sinifində hər bir modellə müqayisə edə bilər. Həm də qiymətinə görə.